və bu biabırçılığa bir son qoysunlar. Həqiqətən də çox üzücü və xoşa gəlməz neçə günlərdir ki, show biznes deyəndə əlbəttə ki, bəziləri deyir ki, biz biznesdə deyirik, showda deyirik, amma bir ailə olaraq, bir ailənin üzvü olaraq düşündüm ki, çoxları susur, amma mən bir Fatimə Fətəliyeva illərdir, 27 ildir ki, çiyin-çiyinə bu insanlardan üz-üzə gəldiyim üçün, məclislərdə, efirlərdə görüşdüyüm üçün özümə və mən çox xahiş edirəm ki, bu məsələdə tək mən yox, bizim Ağbirçi, Ağsaqqal, dəyərli sənətkarlarımız var. Sözünü deyən insanlar var ki, onlar da bir sözünü desinlər və bu məsələni artıq sosial şəbəkədə yox, bunu öz aralarında bir müzakirə etsinlər və bu biabırçılığa bir son qoysunlar. Həqiqətən də bizə baxan bizim gələcəyimiz, bizim gələcək nəslimiz, bizim övladlarımız baxır. İndi baxın, biz artıq o yaşın dövründəyik ki, yaxşı, pis günləri görmüşük və nələrisə atlatmışıq. Amma bizim övladlarımızın çox gözəl gələcəyi var. Niyə onları bu cür agresiya ilə, bu cür pis niyyətlə böyütməliyik?